Salam, kanalımızda hər birinizi xoş gördük dəyərli izləyicilər. Bugünkü videomda xəmir yeməklərinin, balıq və ət yeməklərinin yanında çox sevilərək istifadə olunan, yeyilən nar şərab hazırlayıram və ən asan üsulla necə hazırlayacağım onu sizinlə bölüşmək istəyirəm. Bildiyimiz kimi nar çox faydalı meyvədir. Tam da mövsümü olduğu üçün çox yemək lazımdır. Bazarda da çox baha deyil. 1 manata 80 qəpiyə siz nar şərab üçün yaxşı, sağlam narlar seçib ala bilərsiniz. Mən isə öz həyətimizdəki narlardan yetişmişlərini seçib yığıram. Kanalımıza dəstək olan, bizə yorum yazan hər birinizə təşəkkür edirəm əvvəlcədən. Allah hər birinizdən razı olsun. Hələ də abunə deyilsinizsə kanalımıza abunə olun və izləməyə davam edin. İndi isə narlarımızı topladıq və bir dəfə mən suyun altında yuyacağım bunların hər birini ki təmiz olsun. Üzərində qarışqa və yaxud da ki hansısa böcək olmasın. Əvvəldən narları yumaq isteğə bağlıdır. Əgər siz dənələyən vaxtı narlarınız əzilməyəcəksə, dənələrini də yuya bilərsiniz sonradan. Mənə belə asan olduğu üçün mən əvvəlcədən yuyuram, sonra dənələyirəm. Və hamısını yudum, qablara yığdım. İndi isə bu cürə kəsirəm başını və arxa hissəsindən biraz da kəsirəm. Sonra narı tən ortadan 2 hissəyə böləcəm. Yuduğum narların hamısını dənələmək üçün 2 hissəyə ayırıb hazırlayacağım bir qaba yığıb. Daha sonra isə ən asan üsulla dənələyəcəm. Bu qədər narı indi göstərəcəyim üsulla təmizləməyim mənim çox az vaxtımı aldı. Tez bir zamanda bu qədər narı təmizlədim və dənələdim. İndi isə böldüyüm narlardan götürürəm və əlimdə biraz əzişdirirəm. 1-2 dəfə, çox da ehtiyac yoxdur əzməyə. Daha sonra isə üzərindən taxta qaşıqla bu cürə vururam. Bıçağın arxası ilə də vura bilərsiniz. Əgər əlinizin altında taxta qaşıq yoxdursa, demək olar ki, narın içindəki dənələrin hamısı boşalıb tökülür. Təmizlədiyimiz narların içərisindən də biraz pərdələrini, ağ hissələrini yığırıq. Əvvəldən biz narların hamısını yumuşduq. Ona görə daha suyun altından keçirməyə ehtiyac yoxdur. Təmizdir narlarımız. İndi isə blender vasitəsilə biraz belə əzirəm. Dənələri əzilmir, narahat olmayın. Yəni ancaq narın suyu çıxır. Blenderdən istifadə etmək istəmirsinizsə bunu əlinizlə də əzə bilərsiniz. Narın hamısını əzdim. İndi isə süzgəcdən və yaxud da ki aş süzəndən keçirmək lazımdır ki əzdiyimiz narların şirəsini dənəsindən ayıraq. Dənələri bu cürə süzgəcdən keçirdikdən sonra hansısa bir marlanın dəsmalını da arasına töküb yenidən sıxmaq olar. Mən biraz blenderla əzdiyim üçün narın şirəsi daha asan çıxır. Demək olar ki, şirəsinin çoxusu çıxıbdır. Biraz da əlimlə sıxıram. Bundan sonra isə bir dəfədə narın suyunun hamısını yenidən süzəcəm. Artıq narımızın şirəsi təmizdir, içində heç bir qırıntı qalmadı. Ayırdığım dənələr isə bu qədərdir. İndi isə qoyuram qazın üzərinə qaynamağa. Narın şirəsi də mürəbbədə olduğu kimi, qaynayan kimi üzərinə köpük yığılır və köpükləri təmiz yığmaq lazımdır. Demək olar ki, axıra qədər narın şirəsi qaynadıqca köpük yenə də yaranır, ancaq ilk əvvəlcə olan köpük lap çox olur. Gördüyünüz kimi qaynadıqca köpük də azalır və şirəmiz də biraz qatılaşmalıdır. Narın şirəsinə gördüyünüz kimi mən nə duz tökdüm, nə də şəkər. Sadəcə narın özünün şirəsidir. Artıq şirəmiz qaynayıb, üzərində bu cürə köpüklər yarandı və
qatılığını yoxlayırıq. Qatılaşıbdır. Mürəbbənin şirəsi kimi artıq biraz qatılaşıb və mənə bu qədər yetərlidir. Mən nar şərabı çox qatı sevmirəm. Ona görə də artıq götürəcəm. Şirəni bu üsulla da yoxlayıb sizə göstərirəm. Hələ şirəmiz istidir. Soyanda biraz da qatılaşacaqdır. Nar şərabın rəngi də çox gözəl çıxıb. İndi isə mən bunu götürüb isti-isti bankalara dolduracağım. Dəyərli izləyicilər, əgər bizim videomuzu bəyəndinizsə, bəyən düyməsini basın və yorumlarınızı gözləyirik. Siz nar şərabı necə hazırlayırsınız? Nənələrinizdən, analarınızdan necə görübsünüz? Onu bizimlə paylaşın. Onu da qeyd edim ki, bankalara yığmamışdan əvvəl nar şərabınızın üzərində xırda köpüklər varsa, onları da yığın. Sonra bankalara yerləşdirin. Mən narları həyətimizdən yığdığıma görə gözə yarı hazırladım və çəkisini bilmədim. Əziz xanımlar, siz də hazırlayın. İnşallah növbəti videolarımızda görüşənədək salamat qalın, Allaha əmanət olun.